Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir. Ekspertlər deyirlər ki, proses ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra həyata keçiriləcək və təxminən 3 milyon şəxsi əhatə edəcək. Artımın məbləği ilə bağlı dəqiq məlumat verilməsə də, bununla əlaqədar artıq büdcədə ehtiyatlar yaradılıb. Sosial müavinət və təqaüdlərdəki artımlar həm aylıq, həm də bir sıralarda bir dəfə müavinət alan vətəndaşlarımıza şamil oluna bilər. Xüsusən də aylıq müavinət və təqaüd alan vətəndaşlarımızın dövlət büdcəsinin aldığı vəsaitin həcminin artırılması və bu istiqamətə daha çox vəsaitin ayrılması və həmin vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması prioritetdir. Ona görə sosial paket, sosial müavinət və təqaüd alan vətəndaşlarımızı da əhatə edəcək. Bu istiqamətdə nəzərdə tutulan artımlar xüsusən də bu vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Sosial müavinət və təqaüdlərdə artım minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq həyata keçiriləcək. Rəqəmlər isə təxminən 10-15% arasında dəyişə bilər. Ötən il pensiya və minimum pensiyaların artması və minimum əmək haqqının artması haqqında qanunlarda baxanda görürük ki, təqribən 15-16%lik artım var. Təbii ki, eyni məbləğdə təxminən bu istiqamətdə olacaq hesablamalar dəqiq bildirəcək, amma təxminən 15-16%lik sosial müavinətlərin və təqaüdlərin artımında da bu rəqəmləri gözləmək olar. Ekspertlərin sözlərinə görə dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması nəzərdə tutulub. Eyni zamanda vergi ödəmələrinin 5,7%-in üzərində olması sosial müavinət və təqaüdlərin artırılmasına zəmin yaradır. Nilufər Səlim, Vahab İmanzadə, Çinarə Vaqif, Telesəhər.